Bəylər xüsusən də burada xanımlar üçün deyə bilmərəm. Bəylərin hormonal baxımdan baxdıqda onlar üçün ən vacib şey testosterondur. Testosteron olmasa bir kişi qərar verə bilməz, bir kişi risk almaz, idman eləməz. Kişinin təbiətində spesifik şeyləri var. Qərar verici, dominant, ciddi. Yəni kişini şişələyən şey testosterondur. Təbii ki, sağlam qidalanmasaq bizim testosteron dəyərlərimiz onsuz aşağı olacaq. Və baxanda belə bundan 30 il, 40 il əvvəlki kişilərlə indiki kişiləri müqayisə edəndə onsuz bizim istər-istəməz testosteron səviyyələrimiz aşağı düşür nisbətdə. Qidalardan, şüalar və s. və ilaxır hərəkətsizlik bizi istər-istəməz hormonlarımızı pozub. Belə olduğu halda biz yenə də pis qidalanıb biraz da pozuruq. Və yumurta misal üçün. Mən səhər qalxanda yumurta yemək istəmirəm. Mən də insanam da. İstəyirəm ki, şokoladla çay içim. Amma bilirəm ki, fərqindəyəm ki, mən o yumurtanı yeməliyəm. Bu mənim hormonlarım üçün çox vacibdir. Onun tərkibindəki təbii kolesterol sizin testosteron ifrazatınızı artırır. Təbii şəkildə testosteron artırmaqla bağlı siz search eləsəniz, araşdırsanız onun yollarını siz tapa bilərsiniz. Və D vitamini bu arada testosteronu yaxşılaşdırmaq üçün çox vacibdir.